İkinci, bəzi vəsflər var. Əl-avsaf, əl-məskut anhə. Diqqətli ol. Bəzi vəsflər var. O vəsflər haqqında Quran və sünnədə susulub. Birinci vəsflər odur ki, fi halə sıhhatil mə'nə. Tutaq ki, bir ləfzin mənası səhihdir. Mənası səhihdir. Bu vaxtı bax, biz nə edirik? Buna nə deyirlər? Əl-əlfaz, əlləti ləm tərid fil kitabi və sünnə. O ləfzlər ki, Quran və sünnədə varid olmayıb. Nə də olar? Təkrar edək. O ləfzlər ki, Quran və sünnədə varid olmayıb. Yəni, gəlməyib. Bunlar Quran və sünnədə gəlməyibsə, biz bu ləfzlərə necə münasibət etməliyik? Ya? Nə inkar edik? Nədə? İndi bu qayda necədir? Əgər o ləfzlərin, deyilən ləfzlərin mənası səhihdirsə, səhih məna qəsd olunursa, biz onun mənasını ispat edirik, yenə ləfzini qəbul etmirik. Çünki deyik, bu ləfz Quran və sünnədə gəlməyib. Ona görə demə, ehtiyac yoxdur. Nə Quranda, sünnədə gəlib, onu ispat et. Amma o ləfzlər ki, mənasında problem var, mənasını da, ləfzini də rədd edirik. Aydındır mı? Misal üçün, o ləfzlərdən cisim, cihə, heyyiz, məkan. Aydındır mı? Bax, ən çox bidət əhlinin, əhl-i sünnəni allatmaq, əhl-i sünnəyə şübhə gətirmək yolları. O ləfzlər ki, Quran və sünnədə varid olmuyor. Bu ləfzlər, ona görə bax, bidət əhli həmişə Quran və sünnədə nazil olmayan adlarla danışıblar. Onların üslubudur. Sən ona deyirsən ki, Ar-Rahman aləl arş istəvə, Allahın ayəsini deyirsən, o bilsən nə deyir? Həşə, ən yəkunə ləhu məkan. Deyirsən, deyir ki, o münəzzəhdir, onun məkanı olsun. Subhanallah. Ayə deyirsən buna, Quran və sünnədə nazil olmayan bir söz deyir sənə.